Müdafiə Naziri tərəfindən təsdiq olunmuş 2025-ci ilin hazırlıq planına əsasən səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən, eləcə də bütün təminat növləri ilə tam təmin olunduqdan sonra plana uyğun məşğələlərə cəlb edilirlər. Təlim toplanışı zamanı iştirakçılarla maarifləndirici söhbətlər aparılacaq, onlara təhlükəsizlik qaydaları çatdırılacaq və sıra hazırlığı üzrə məşğələlər təşkil olunacaq. Toplanışda həmçinin hərbi vəzifəlilərlə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədiləcək. Yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdiriləcək. Tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilən heyətlə çöl şəraitində keçiriləcək məşğələlərdə iştirakçılar Azərbaycan ordusunun arsenalında olan müasir silah və texnika ilə tanış olacaq, onların döyüş tətbiqini öyrənəcək, həmçinin bölmələrimizin silahlanmasında olan atıcı silahlardan döyüş atışları icra edəcəklər. Keçirilən toplanışlarda əsas diqqət hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, praktiki vərdişlərin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.